İcazə verin, yol verin, bir dənə keçək. Hələ səhər saat 11-də artıq Sada Store mağazasında böyük izdiham var. Bananın qiyməti burada 1 manat 99 qəpik. 30-35 qəpik aldığın soğanın qiyməti 9 qəpik. Pomidorun qiyməti 99 qəpik. İcazə verin, bir də yaxın qiymətini göstərib. 6 manat satan yağlar 2 manat 99 qəpik. Şorlara baxın, yarı qiymətinə. Gündəlik kəsilən təzə dana ətinin qiyməti 16 manat 99 qəpik. Hər gün gələn təzə balıq, hamısı endirimli qiymətlə. Hicaz soğanın qiyməti 3 manat 99 qəpik. Ukrayna malatı sümüksüz 11 manat 99 qəpik. Ərcan bud bütövün qiyməti 3 manat 95 qəpik. Makaronlar, greçkalar elə qiymətlərə qoyublar ki, şok həqiqətən. Saska kabasalar oradan qiymətlərə baxın, yarı qiymətinə. Banan yalnız bugün həftənin 6-cı günü 1 manat 99 qəpik. Çünki burada hər həftənin 6-cı bazar günü həftə sonu yarmarkası keçirir bildiyiniz kimi. Sumqayıt şəhəri 17-ci mikrorayon mağazanın adresi. Mağazanın bütün bölmələrində böyük endirimlər var. Yağlarda, ərzaqlarda, yuyucu təmizləyici vasitələri. Bu mağazanın zaten hələ endirimsiz qiymətləri ki var. Bazar qiymətlərindən qat-qadaş olan qiymətə baxın. Snickers, Marstar, Twixlər endirimsiz qiyməti 18.99. Hələ endirim yoxdur bunlarda. Soğanın qiymətini keçib göstərmək istəyirəm. Baxın 9 qəpik dinamiylə kisələrlə daşıyırlar. Çünki 9 qəpiyə soğan bu dəqiqə bazarda yoxdur bildiyiniz kimi. Sada Store şəhərimizin ən böyük supermarketlərindən biridir bildiyiniz kimi və burada elə endirimlər, elə qiymətlər var ki, bazar qiymətlərindən qat-qadaş olan qiymətlərdir. Hər kəs təəccüblənir ki, belə qiymət necə ola bilər. 1.70-ə 1.80 aldığınız qablara baxın, burada 99 qəpiyə satılır. Mağazanın birinci mərtəbəsində, mağazanın ikinci mərtəbəsində, sənaye məhsullarında, paltarlarda, tekstillərdə böyük endirimlər mağazada davam edir. Adresi hər kəs bilir və bilməyənlər üçün bir daha xatırladım. Sumqayıt şəhəri 17-ci mikrorayon Sada Store mağazasında hər kəs də tanıyır. Çünki burada çeşid həddindən artıq çoxdur. Paltardan tekstil xalça palaza qədər hər şey satılır.